Aynanın cərimələrindən sizə danışacağım. Təsəvvür edin ki, yəni ölkədə nəfəs almaq mümkün deyil. Xüsusən Bakı şəhərində bu aynanın parking cəhənnəminin ucbatından və həmkarım Vasif Həsənli bir yaxşı material hazırlayıb. O materialda olduğu kimi sizə təqdim edəcəm. Hara qaçaq, hara gedək? 10 manat, 20 manat, 30 manat, 50 manat, 1 manat, 1 manat pensiyalar artır. 10 manat, 10 manat, amma bizdən çıxan çıxır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sözün əsl mənasında paytaxtda nəqliyyat problemlərinin aynasına, təbii ki, dırnaq arası aynasına çevrilib, problemləri yaradılmış süni əngəlləri və hər gün paytaxt sakinlərinin həyatını cəhənnəmə çevirən nəticələrini görmək üçün uzağa getməyə ehtiyac yoxdur. Aynanın parking xidmətinə baxmaq real həm də acınacaqlı vəziyyəti anlamağa yetərlidir. Aynanın parking xidməti fəaliyyəti başlayanda paytaxtın parklanma probleminin nəhayət həll olunacağına, park yeri uğrunda küçə döyüşünə bənzər mübarizənin bitəcəyinə böyük ümidlər yaranmışdı. Həqiqətən də qurum parklanma yerləri yaratdı. Qiymətlər tərs mütənasib olsa belə müəyyən bir sistem formalaşdırıldı. Amma ayna o qədər irəli getdi ki, paytaxtın hər yerini, ara məhəllələri, səkiləri, bir sözlə boş yer kimi gördüyü bütün əraziləri parklanmaya çevirdi. Halbuki bu nə qanuna uyğundur, nə də parklanma probleminin həll edilməsi məsələsinə deyildikdə bu nəzərdə tutulmurdu. Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin təsdiq edilməsi haqqında qərarına görə Bakı şəhəri üzrə mərkəz və 4 parklanma zonası müəyyən edilib. Qərarda deyilmir ki, hər küçə, hər dalan parklanma yeridir. Ayna isə az qala hər səkini parklanma yeri təyin edərək faktiki olaraq qanunu pozur, həm də insanların yaşayış zonasına kobud müdaxilə edir. İnsanların yaşadığı evin həyətyanı sahəsi yaxud evinin qarşısı onun yaşayış zonası hesab olunur və avtomobilinin park edilməsi nəqliyyatın hərəkətinə mane olmursa, yaxud digər insanların həyatına problem yaratmırsa, buna görə nə üçün ödəniş edilməlidir? Bax, bu çox yaxşı sualdır əslində və ümid eləyək ki, bilirəm ki, cavab verilməyəcək, amma ümid eləyək ki, cavab olacaq. Aynanın pulsuz park etmək üçün talonun verilməsi qaydası da sübut edir ki, qurum bütün yaşayış zonalarını zəbt edib, edə bilmədiklərini də nəzarətə götürməyi planlaşdırır. Ayna hələ ötən il elan etmişdi ki, pulsuz park üçün talon yalnız vətəndaşın qeydiyyatda olduğu ünvan üzrə verilir. Bu, hansı məntiqə sığır, yaxud ölkə qanunları, ölkədə qanunları ayna mı təyin edir? Qaydalara görə avtomobili olan şəxslər az parking mobil əlavəsi vasitəsilə müraciət edərək 100 metr məsafədə ödənişsiz parklama hüququ əldə edə bilərlər. Ayna da deyir ki, vətəndaş yaşadığı ünvanda qeydiyyatda deyilsə, yaxud yaşadığı evin çıxarışı yoxdursa, ki, Bakıda 600 min belə ev var, talon əldə edə bilməz. Onda Bakı şəhərinin yarısı talon əldə etməməlidir. Bax, bunu da deyək. Halbuki vətəndaşın yaşayış yeri şəxsiyyət vəsiqəsinə uyğun müəyyən edilir və bəllidir ki, paytaxt sakinlərinin yarısı bəlkə də qeyd etdiyim kimi yarıdan çoxunun qeydiyyat ünvanı ilə yaşadığı ünvan fərqlidir. Yaxud hansısa vətəndaşın evinin çıxarışı yoxdursa, bu da böyük bir problemdir ki, evlərin 90%-nin çıxarışı yoxdur. Deməli, avtomobil sürə bilməz. Sürürsə parklanma talonu əldə edə bilməz. Burada parklanma probleminin həll edilməsindən daha çox məsələyə biznes nöqteyi nəzərindən yanaşmanın olmasından ibarətdir. Çünki bir park talonu üçün vətəndaşdan evinin çıxarışına qədər sənəd tələb etməyin başqa bir adı yoxdur. Ara məhəllələrdəki vəziyyət də bunu aydın şəkildə göstərir. Ara məhəllələri də şəxsi sifarişlə parklanma yerinə çevirən ayna nəzarəti təmin etmək üçün sakinlərin hüquqlarını ayaqlar altına alaraq qanunsuz dayanma, durma, qadağandır nişanları quraşdırır. Bir yol nişanının qiyməti quraşdırılması və idarə olunması üçün minimum 2000 manat tələb olunur və dəyərli izləyicilər, bəlkə də bu daha böyük bir rəqəmdir. Gündəlik bir neçə manatlıq parking ödənişi üçün minlərlə manat xərc çəkmək hansı məntiqə uyğundur? Görünür, Ayna rəhbərliyinin ara məhəllələri belə vətəndaşların üzünə bağlamasında biznes maraqları var və bu material, bir daha qeyd edirəm, həmkarımız Vasif Həsənlinin Demokratat saytının baş redaktoru Vasif Həsənlinin materialıdır və çox haqlı tənqidi var, haqlı iradları var və doğrudan da nə zaman bu sistemdən, bu
parklanma belə deyək də bu cəhənnəmindən canımız qurtaracaq, onu da bilmirik. Ancaq bildiyimiz odur ki, doğrudan da burada yəni biznes maraqlarının olması istisna deyil. Yəni belə deyək də, əgər sən dünənə qədər bir yerdə avtomobil saxlayırdın və bu doğrudan da heç bir avtomobilə mane olmur, digər bir şeyə maneçiliyi yoxdursa, sən gəlirsən ora bir dənə nəyəsə bastırırsan və oldu ora park yeri. Yəni bu cür gedə bilməz və ümid eləyək ki, bu məsələyə müdaxilə olunacaq. Çünki hər kəs narazıdır. Yəni konkret olaraq burada 5 nəfər, 10 nəfər məsələsi deyil. Yəni narazı olmayan vətəndaş demək olar ki, yoxdur. Və dəyərli izləyicilər, bir daha diqqətinizə çatdırım. Canlı yayımı bir dəfə bəyənmək lazımdır. Suallarınıza keçid alacağım. Onlar Əzraildən kredit götürüblər, hələ ödəyib qurtarmayıb. Sıravi işçi işə gəlməsə işdən... Bəli, mən də onu deyirəm. Qardaş, o cərimələr onların öz ciblərinə gedib. Birinci qrup artımla hələ ki yox, məlumat yoxdur. Baxın, insanlarda yaratdığınız narazılığın, insanlarda yaratdığınız o gərginliyin, nə bilim, o ümidsizliyin dərəcəsinə baxın da. Yəni, niyə də? Yəni, vətəndaşın düşüncəsinə baxın ki, əslində də haqlıdır. Niyə? Çünki həmişə belə olur, bax. Əslində, aynanın cərimələri dövlətin büdcəsinə gedir, belə baxanda. Amma vətəndaş ona belə inanmır. Yəni, bu qədər də olmaz axı. Qardaş, bu günləri Bakı şəhərində taksi ilə gəzmək, taksi ilə hərəkət eləmək, şəxsi maşınla gəzməkdən daha sərfəlidir. Düzdür, rahat deyil, amma daha sərfəlidir. Səbəb çox sadədir də, yəni insanları bu qədər incitmək olmaz. Elə qapısında hər 4 dənə təkəri olanın milyonu yoxdur. İnsan var ki, onun doğrudan da iş ehtiyacları avtomobildən keçir. Adam var, evi yoxdur, maşını var. O maşının da 5-10 min qiyməti var, onunla əziyyətlə, çətinliklə balalardan çörək qazanır. Məsələn, mən bugün ərzində bir dəfə taksi xidmətindən istifadə eləmişəm. Gənc bir sürücüdür. Deyir, bir yerdə nəysə bir yanlış saxlanma filan nəysə vardı, 100 manat cərimə olundu. Deyir, 2 günümün, 3 günümün işləməliyəm ki, mən belə deyək də, yəni o pulu ödəyim. Bu qədər aqressiya yaratmaq olmaz, bu cəmiyyətlə bu qədər oynamaq olmaz. Yəni, siz bilmirəm, cəmiyyəti bəlkə də çox aciz, çox gücsüz bilirsiniz, amma bu qədəri ağdır və olmaz. Və dövlətdən narazı salırsınız insanları bir mənalı şəkildə.